Sahib müəllim, deməli radikalizmin yayılma səbəblərinə gələk. Yəni siz bayaq birini qeyd elədiniz, o ailədə tərbiyə, o radikalizmin yayılma səbəblərindən biri budur. Bəs başqa nə səbəblər var radikalizmin yayılma səbəbləri? Yəni həm müsəlman aləmində, yəni biz ümumi danışsaq yəqin ki, hamısına şamil olunlar yəqin ki. Radikallığın səbəbləri çoxdur, geniş danışmaq olar, lakin qısa olaraq danışsaq, psixoloji problemlərdir. Görürsən ki, insan psixoloji problemi var və yaxud da sosial ədalətsizlik, lakin buna bir qısa qeyd eləyək, bu nə qəsd olur, bu sosial ədalətsizlik deyildiyi zaman. Məsələn, görürsən ki, ictimaiyyətdə hansısa məsələlərdə boşluqlar var, bəzən yeni qurulmuş dövlətlər olur, görürsən ki, nəysə çatışmır, insan görürsən o məsələləri qabardırlar və yaxud da ki, bu istər dindar, qeyri-dindar olsun, sosial ədalətsizliyi başqa cürdə biz siyasi zəmində yox, ictimai zəmində, məsələn, görürsən ki, bir valideyn hətta yenə tərbiyəyə qayıdır bu, valideyn öz övladları ilə düzgün rəftar etmir, malını mülkünü böləndə və yaxud da sağ ikən onlara tərbiyə verərkən birinə digərindən üstün tutur və bu biri daha çox hörmət görən övlad və digər övlad isə daha az hörmət görən övlad, daha az qayğı görən övlad da bu bəzən radikallıq formasında təzahür edir. Yəni onda qisas hissləri, intiqam hissləri yaradır. Bəli, o düşünür ki, nəyə görə həyat mənə qarşı amansızdır. Təbii ki, ifadə eləməsə belə şuuraltı bunu düşünür. Bəli, düşünür ki, mənə qarşı mənim işlərim nəsə həmişə tərs gedir və yaxud da bu cür insanlar və bu tipli insanlar görürsən ki, elə birinci qeyd etdiyimiz səbəb psixoloji problemlər. Bu cür insanlar təbii ki, analiz etmə qabiliyyətləri olmur deyə hər şeydə düşünürlər ki, həyatda daim narazı olurlar. Hər bir işdə narazı olurlar və bundan öncəki qeyd etdiyimiz səbəbdəki kimi görürsən ki, deyirlər ki, mənim işlərim gətirmir, narazıdır, ətrafındakı insanlardan narazıdır, dost tanışdan narazıdır, dövlətdən narazıdır, hər bir şeydən narazıdır. Görürsən ki, heç nədən razı deyil ümumiyyətlə insan və bu bir növ özü də hiss etmədən həmin insanı aqressiyaya doğru sürükləyir. Və həmçinin də insanın xarakteri, yəni bəzi insanlar görürsən ki, sərt və qatı ürəkli olurlar və qəlblərində rəhmət olmur. Yəni xülasə, səbəblər həddindən artıq çoxdur.